Qlobusda təhrif olmur. Qlobus təhrifsiz təsvirdir. Ancaq xəritə təhrifli təsvirdir. Deməli, qlobus təhrifsiz təsvirdir, xəritə təhrifli təsvirdir. Niyə qlobus təhrifsiz təsvirdir? Çünki qlobus yerdə kürədir. Qlobus da kürədir. Yəni biz kürədən kürəyə keçirik. Forma dəyişmir, yəni fiqur dəyişmir, fiqurun forması dəyişmir. Ona görə qlobus təhrifsiz təsvirdir. Ancaq xəritədə kürədən müstəviyə keçirik. Xəritə müstəvi üzərində təsvirdir. Artıq kürə bir başqa formadır, müstəvi isə tamam başqa formadır. Forma tamamilə dəyişdiyi üçün ona görə xəritədə təhrif olur. Qlobus təhrifsiz təsvirdir, xəritə təhrifli təsvirdir. Qlobusun heç bir yerində təhrif olmur, xəritədə təhrif olur. Bəzi yerlərdə təhrif olur, bəzi yerlərdə olmur. Amma ümumi götürəndə xəritə təhrifli təsvirdir.